qəsəbələrdə, müəyyən kəndlərdə mən olmuş və orada yerli cəmaatla çox yaxın əlaqələr qura bilmişdim. Onların söhbətlərinə qulaq asardım. Oturardım çayxanada, çay içərdim, həm də onların söz-söhbətini dinləyərdim. İstəyərdim biləm ki, bu Güney Azərbaycan xalqı nə ilə nəfəs alır? Onların beynində hansı fikirlər, hansı duyğular baş qaldırır? Onlar öz taleyini düşünür ya düşünmür? Və bundan başqa mən istəyirdim biləm ki, görüm, bu 40 milyona yaxın Güney Azərbaycan türkləri özlərinin necə hesab edirlər? Öz kölə, qul həyatını başa düşürlər, duyurlar ya başa düşmürlər. Amma çox təəssüf ki, mən həmişə hər yerdə olanda, onlarla söhbətlər aparanda görürdüm ki, onlar qorxurlar. Çox qorxa-qorxa danışırlar. Çox. Hətta öz doğma musiqimizi dinləməkdən belə çəkinirlər. İran rejimi onların o qədər gözünün odun alıb ki, mən mat qalmışdım. Heç yerdə rejimdən bu dərəcədə qorxub çəkinən insanlarla mən rastlaşmamışdım. Dünyanın yarısını gəzmişəm. Amma bu şəkildə bir millətin bu şəkildə qorxu, vahimə içərisində yaşadığını görməmişdim. Amma indi əlbəttə ki, mən elə başa düşürəm, indi belə olmaz. Gedərdim müəyyən yerlərə, girərdim çayxanaya, görərdim ki, fars musiqisini qoyub qulaq asırlar. Dedim, bizim gözəl musiqimiz var, nə üçün siz qoymursunuz? Deyərdilər, qorxuruq. Həm də nəvarımız yoxdur, kaset. Mən çıxadıb birdən bunlara bir 50-100 kaset nəvar bağışlayardım. Və onlar Azərbaycan musiqisinə qulaq asanda gözümlə görmüşdüm ki, çoxu ağlayırdı. Şövkət Ələşvarovanı, Bülbülü, Rəşid Beypidovunu gözəl, məlahətli mahnılarını dinləyəndə onların gözündən yaş sel kimi axırdı. Mən onda başa düşdüm ki, bu millət nə qədər zavallı, nə qədər yaralı, nə qədər bədbaxt və hüquqsuz bir millətdir. İndi söhbət bundan gedir ki, qorxaq millət azadlığa, istiqlaliyyətə qovuşa bilməz. Millət qorxaq olmamalıdır. Millət mübariz olmalıdır. Güney Azərbaycanda ruh yüksəkliyi yaratmaq lazımdır. Onlarda nikbin duyğular onlara təlqin etmək lazımdır. Onlar başa düşməlidir ki, nə qədər qul kölə həyatı ilə razılaşıb, çox qorxu hürkü şəklində yaşayırlarsa, onların üzü heç zaman gülməyəcək. Heç zaman onların balaları azadlığa, istiqlaliyyətə çıxmayacaq. Təsəvvür edin ki, bir millət başı bütöv yad dildə, öz ana dili olan türk dilində yox, fars dilində oxuyur. 40 milyonluq xalqın ana dilində bir məktəbi yox. İndi siz fikir verin, 100 min, 120 min erməninin dilində 30-dan artıq mədrəsə var. İsfahan, Tehran Universitetində erməni şöbələri mövcuddur. Ermənilərin Tehranda Alik Araks toplusu və qəzeti çıxır. Ararat klubu fəaliyyət göstərir. Təbrizdə, Tehranda, müxtəlif şəhərlərdə gecə-gündüz o kilisələri zıngıldayır. Amma 5 nəfər Güneylinin bir yerə toplaması yasaq sayılır. Bir millət ki, öz ana dilində oxumur, onun siyasi, milli şuuru formalaşa bilməz. Hər bir millətin mənəvi varlığı birinci növbədə onun ana dilində təhsili ilə bağlıdır. Ana dilində təhsil, ana dilində oxumaq hər bir millətin oyanmasında ən ilkin amildir. Mən razı olaram ki, Güneylilər öz balalarına, öz doğmaca evlərində, türk dilində dərs desinlər, amma fars məktəblərini buraxmasınlar. Mən orada fars məktəbinə öz uşağımı buraxmadım. Bir dəfə mənə sual verdilər ki, mən çox bu işlə məşğul oldum, dedim ki, axı niyə, nə üçün bu 40 milyonluq bir xalqa ana dilindən məktəb açmırsınız? Niyə imkan vermirsiniz ki, onlar ana dilində oxusun? Mənə nə cavab versələr yaxşıdır? Dedilər ki, ağa səfir, biz onlara məktəb açırıq. Amma bu məktəbə onlar gətirib öz uşaqlarına qoymur. Ona görə məcbur olduq, türk dilində olan məktəbləri bağladıq. Dedim, hə, mən də Tehranda, İranda yaşasaydım, öz balalarımı türk məktəbinə qoymazdım.
Ona göre koymazdım ki bunun çok ciddi sebebi var. Sebebi nedir benden soruştular. Dedim sebebi odur ki siz bu milletin dilini ölü diline çevirmişsiniz. Bu dil ölü dilidir. Şüsebacaz bir dilidir. Evde işlikte bu dilde danışırlar. Ama bu büyük milletin dili devlet dili olmalıdır. Bu devlet seviyesinde bu dile hürmet ihtiram göstermek lazımdır. Bu millet öz ana dilinde bir erzə size yazabilmir, kabul etmirsiniz. İdare dili, devlet dili, bu dili saymırsınız. Ve özünüz bu dili qəsdən ölü dile çevirmək istiyorsunuz. Bir defa Kerime adlı bir profesör çıkış eləyəndə dedi ki, bilirsiniz, biz dünya dillerinin təsnifindən danıştı. Ona sual verdiler ki, Azerbaycan Türk dili. Dedi bu dilde İran'da ölmekte olan bir dildi. Yani rejim oturup bizim milli dilimizin ölümünü gözlüyor. Bunun için hususi bir şerait yaratılıp, hususi bir devlet seviyesinde bir plan, prospekt, xət tərəkəm mövqe hayata keçirilməkdədir. Yəni baştan başa farslaştırma siyaseti aparılır. Bir ölkədə ki bu kadar halklar yaşasın, onlar o halklardan yalnız Fars ile Erməninin dili devlet dili sayılır. Kalan dillerin hiçbiri devlet dili sayılmır. Ölü dil hesap olunur. Bu dile devlet seviyesinde kaygı, saygı, hürmet, ihtiram yok derecesindedir. Yani dünyanın hiçbir ülkesinde Güney Azerbaycan kiminin bədbaxt bir millete təsadüf etmek qeyri-mümkündür. Çünkü millet öz ana dilinde okumursa, öz ana dilinde okumak onun selahiyeti yoktursa, bu milletin inkişafından, siyasi milli şuurunun yükselmesinden danışmak çok çetin bir meseledir. Bugün eğer Güney Azerbaycan halkı bu seviyede kalıpsa, öz milli ləyaqət ve şerefini koruyup hifz edebilirse, bu millet en kudretli bir millettir. Çünkü ana dilinde okumayan millet tez erimeye məhkumdur. Ama Azerbaycan Türkleri erimir. Hiç zamanda eriyebilmeyecek. Özlerinin milli şuuruyla, milli şerefiyle, gayretiyle, milli namusuyla Fars rejimine karşı üz üzə mübarizə aparır. Ve öz milli kimliğini koruyup saklamaktadır. Ben İran'da Azerbaycan Türklerinin defalarla tehkirlere maruz kaldığının şahidi olmuşum. Bu çok bir, ben ne diyeyim, faciadır bu. İnsan bunları görende dözebilmez. Eğer onun milli gayreti varsa o hiç zaman dözebilmez. Ben səfirliyə ayrı Güney Azerbaycan'dan alimler, ziyalılar, profesörler gelirdi. Ben onlara deyirdim ki götür bir erzə yaz mənə, sana vize verim. Onlar ana dilinde, profesör ana dilinde adice bir erzə yazabilmirdi. Ben ona yanında dururdum, dikte eləyirdim, sonra o ana dilinde başlayırdı bir erzə yazmağa. Ve ahırda itiraf elədi ki doğrudan da ben ilk dəfədə ana dilinde erzə yazıram. İran'da Erməniyə olan saygı, hürmetin minde biri Azerbaycan Türkündən gösterilmir. Erməni Farsın elə bir ki süd qardaşıdır. Bu şüphe yoktur ki devletin siyasetinden gelir. İran rejimi Ermenistan'ı iktisadı blokadadan çıkaran yegane devlettir. Ermeniye İran rejimi pulsuz, parasız, müfte ışık verir, gaz verir. Benim yaxşı yadımdadır. Bir defa gittim, Araç çayının üzerinde bir Meğri tarafta körpü kurulup. Ben gittim, Güney Azerbaycan taraftan o körpünün yanında durdum. Bir günde 47 maşın körpüden keçip Qarabağ'a yardım apardı. Onların apardığı neydi? Azerbaycanlardan soruşurdum. Silah, erzak, yanacak. Demek Qarabağ'da bize karşı vuruşan Erməni dıgasını maddi cəhətdən İran təmin eləyirdi. Bunu ben şahidiyim. Ben burada nağıl danışmıram. Gözlerimle gördüklerimi danışıram. Yani Ermənilere bu kadar kaygı gösteren İran rejiminin siyaseti anti-Azerbaycan siyasetidir. Onlar Güney Azerbaycan'a necə yanaşırlarsa Kuzey Azerbaycan'a da onların münasibetleri qətiyyən fərqlənmir. Kuzey Azerbaycan'da da İran'ın bugün apardığı
təxribatçılıq siyasəti dəhşətlidir. Təsəvvür eləyin ki,